İbrahim'i çəkirik. İbrahim! Sağlıqlı bəslənir, hə? Çox şəro Azərbaycan. Güya bugün mənim ad günümdür. Yunanistana gedirəm və evimizin vəziyyəti. Həyətdə usta işi bitməməsi az deyilmiş kimi problemi yuxarıda gətirdik. Və dünən evdən çıxıram deyə belə dip köşə hayalətlər üçün evi təmizləmişəm. Tərtəmiz, kukla kimi. İndi ayağımın altı belədir. Qurum, toz. Bu da mənim ad günüm və tətilim. Getməmiş, qazı filan hər şeyi təmizləyirəm. Sanki mən olmayanda bildizdə. Söz yox, evdə toyuq cücələrə görə həmişə bizdə biriləri qalır. Heç vaxt qoyub getmirəm kimsə olmadan. Yəni bu dəyişilməz bir qanundur bizim üçün. Bu dəfə də mama geyib qalacaq. Toyuq, cücə, hər şeyi yəni tapşırmışam, nəyi necə etmək lazımdır. Çətin olacaq, amma elə biləcəklər inşallah. İndi də buranı təmizləyim. Tosturam belə gücü çatmadı. Çobudun alım, dolanım. Artıq məndə yer bitdi. İndi keçirəm bir nəfərin çamadanını, ayaqqabılarımı yığmağa. Nəhayət, indi yer-bir olduq, ustalar da yola saldıq. Çıxaq yola, Bakıya. Pilotlar da var burada. Risklərin idarə edilməsi, prosedurlar. Biz çatdıq Bakıya. Burada ad günümü qeyd edirik. Özünüzdə Azərbaycan deyil. Azərbaycan deyil. Mübarək ad günüm. Mübarək ad günüm. Sen yaşamda. Ad günüm mübarək. Sağ olun, sağ olun. Dedi, güldü, əyləndi. Bir stakan suyumu için gedim uzanaq. Bir saat 3 kimi dincələk. Sonra qalxıb tez aeroporta getməliyik. Biz uyandıq, gəldik maşına, çamadanları götürmüyə. Burada da bir tüklər demiş, küçük çaplı qorxu yaşadıq. Maşınımızı qoyduğumuz yerdə tapılmırdı. Nə deyirlər ona? Parkovşik deyir, nə deyir? Bizdə nədir? Ona nə deyirlər? Stayan şıqlarıfsadır. Götürdük, gedək. Gecə qara, cücə qara. Biz gəldik. Bütün Azərbaycan buradadır ki. Ən son Gürcistana gedəndə təyyarəyə gecikdiyimiz yerə yenə gəlmişik. Ümid edirəm ki, burada da bir başımız qarışıb təyyarəni qaçırmarıq inşallah. Belə biraz polis görüb. Yəqin dəm alar birazdan. Bir nəfər də deyir ki, mən deserti yemirəm. İndi birazdan xoruş eləyəcək, söhbət yox. Çayımızı da içdik, gedək. Son yoxlanışda keçək, vəssalam. Bu da son qapı. Buradan da açılır. Üzü küləyə. Kürdəmir! Buradan Kürdəmirə salam. Geçdik. Salam. Bir nəfərlə yerimiz ayrı düşmüşdür. Xahiş elədik. Zəfər ayrılmaz. Möhtəşəm itirdik. Mənim pəncərəm.
Külək görək. Qırğındır burada ya yox. Bilməmsən, biniyə düşməmsən. Paytaxtda. Deməli barmaq üzünü tanımırdılar. Məni buraxmayacaqdılar. Dedim ay nənə, ay bacı, mənim barmağımda ekzema var. Mənim barmağım gündə bir şəklə düşür. Tanıyın artıq. Nəysə, axır tatlıya bağladıq. Biz gəldi indi çamadanları götürməyə. Üzüm gözüm nə halda damla. Göstər, gedək. Buludların içindən keçib yara-yara bunları gəldik. Külək dəhşət. Dəhşət. Soyuqdur. Yine yaşıllığın bol olduğu bir otel seçmişik. Görək. Nerede? Böyle şey mi olur ha? Süperdi, inanın. Bir gözəl dadlı çörəkdir. Yunanların salatı. Pis deyil, dadlıdır. Elə bilirəm, tərəvəzlər daha da təzə ola bilər. Welcome. Birinci Əhməd dadına baxsın. That's good. Dedim bir gece kulübü var. Dedim o gireyim var içeri. Hava küləklidir. Yüzə bilmirik bari. Çıxaq yüzü küləyə. Görək bizi nə qarşılayır. Yes, yes. Ben de burada Aleksandra adında özümüze bacılıq tapmışıq. Bacılığımız olur. Bizi de aparın, ne olur. Deməli, otelimiz The Nest. Ərazisi yuxarıya kimi gedirmiş villalardır. Biz ise buradayıq. Tam bohem tərzi minik bir otel diye. Gedək. Soyuqdur. Ha?
Düşünürəm sabah gələk bura. Həm otelimizə yaxındır, həm də möhtəşəm görüntüsü var. Deməli, Meltemi Beach'də həmçinin hovuz da var. Gedə görə hələ burada qiymətdə. Nə deyil, necə? Belə də bu hissəsi var. Maraqlı. Ayaq. Bir nəfər burada oturmuşdu. Dedim, gəl mənim sevimlim olan həsirdə əyləşək. Həsir aşqdır, həsir sevdadır. Market tapmışıq. Gedirik marketə. O da yaxşı. Gəldik bunların aynı öynünün yanına. Buna baxın hələ, of. Of. Buna baxın. Muşmuloşko. Yo, yapan əskili. Of. Bunlar. Oo, sarı. Sarı qarpız alım yiyeyim, görüm necədir. Bu mangodur. Tat, sarımsaq. Buna bax. Kanalizasiya sarımsağı. Bir nəfər eşiri. Yox. İstəmirəm. bir dənə armud götürdü. Naniyə baxın elə, nə gözəldir. Bunlar da tələbəsə. Göbələyə baxın. Hələ qoçu durub gəlmişəm o boyda yolu. SPF-imi evdə qoymuşam. Görəsən hansını götürüm. 30 yox. Bronz. Uşaqlar. Family. Böyle havalı. Buyurun. Bilmirəm. Gedib sushi götürüm. Restorandan sushisini ağız düzür. Gəlib marketdən sushi götürür. Mən deyəndə sushi istəyirəm. Dünən belə zəhləm gedir. İndi niyə sushi? Sənə görə götürürüz, ağıllı. Olmaz. Mənim deyirəm olmaz. Birdən xəstələnərsən, onda girinc qalarıq o keçənki kimi. Selam şöyle. Oldu ki. Geçen mən apteka kimsə alır. Sabahınız xeyir. Bugün hava dünənə görə daha yaxşıdır. Buludlar yoxdur, amma biraz külək var. Otelimiz de çok otantik, bohemtik. Good morning. Good morning. How are you? Fine, and you? Sabahınız xeyirli, gününüz aydın olsun. Bugün hava daha qəşəng görünür. Görə elə nə edirik? Suya qovuşabilirik, yoxsa yox. Otelin belə deyim də öz dizaynı çox qəşəngdir. Bohem tərzindədir. Yaşıllığa üstünlük verilir. Ləzzət edir. Otaqdan çıxdıq. Gedək indi yemək yeməyə. Birinci dəfədir yemək yeyəcəyik burada səhəri.
belə bir şeylər var. Görək, başlayaq görək dadı necədir. Yox. Bir nəfər başlayır ən sevimlisi olan pomidorlar. Burada belə bir şeylər də var. Bunların dadına baxmaq istəyirəm. Kalimera deyirlər. Deyəsən kalimera yaxşı bir şey oxşayır. Səhər yeməyinə yüngülvari desəm inanmayım, bir şeylər götürdüm görək. Mənim kərə yağı sevdam sorğulanmasın da. Yəni nə olursa olsun o kərə yağı ilə yeməliyəm də bir şeylər. Çox qəşəngdir. Çox qəşəng yağdır. Səhər yeməyimizi yedik. İndi yavaş-yavaş hovuz tərəfə gedək. Görək hələ suyun istiliyi necədir. Burada bu hissədə bar var. Gün ərzində səhər yeməyi pulsuzdur. Amma gün ərzində qidalanmanı buradan sifarişlər vermək olur. Super dəniz məhsulları ilə pasta yedik dünən. Əla bir şey idi. İstənilən növ içkilər və s. sifariş edə bilərsiniz. Montenegroda qiymətlər daha yüksək idi, nəinki burada. Kofe cəmi 3 euroya. Hansı ki bizdə cappuccino daha çox olan yerlərimiz də var. Bu oteli dizaynına görə, bohem tərzdə olduğuna görə seçmişəm. Çox yığcandır, amma dizaynı, stili, dəniz mənzərəsi çox qəşəngdir. Və burada insanların hovuz tərəfdə olmaması mənim üçün bir avantajdır. Çünki rahatlıqla istədiyin kimi, istədiyin yerdə oturub, əyləşib, dincələ bilərsən. Yəqin ki, dənizə daha çox meyl eləyirlər, normaldır. Amma biraz yüngülvari məsafə olduğuna görə biz hələ ki bugün, bir də ki biraz külək var deyə hələ ki getmirik. Görək, sabahdan hava super olmalıdır. Arada da bir çay. Bir dənə çay içək. Qəşəng makyaj eləyək. Çıxaq. Yəni, 2 yer tapmışam. Sushi yeməyə gedək. Nəysə, bir dənə özümə şokolad gətirim, gəlim. Dünən gedib marketdən sushi götürüb. Hansı ki, adi vaxtı deyir, sushi nə neyinərsən? Day dünən özümü öldürmüşəm ki, ay bala qoy yerinə zəhərlənərik, peşman olarıq. Onsuz dedim, Montenegroda birinci gün getdiyimiz gün səhərsi rotavirusuna yaxalandım. Peşman elədim məni. Neçə gün özünə gələ bilmədi. Getdim orada aptekdən dərman falan aldım, gətirdim. Biraz düzəldi. Saçım qurusun. Dedim yenə yalvar yaxa ki, ay bala Qoç bürcü olaraq, yəni öz bildiyini eləmək kimi bir xüsusiyyəti var, maşallah olsun. Yəni bacardım da onunla. Dedim baba Bəhruz, peşman olarsan. Mənim nə vaxt sözümü eşitməmsən, peşman olmusan, altın çəkmisən, yazıqsan. Ay deyil də bir dəfə gəlmişik, kan qaraçılıq olar, eləmə, zəhərlənərsən. Şükür ki, əlimdən aldım, apardım, qoydum yerinə. Deyir, şu burada adamı bilirsən nə eləyənlər, elə şey ola bilməz. Deyirəm, ay bala, ay başa dedim, olsa nə olacaq? Şükür ki, bir qoçla aslan bacardı. Aslanın fəndi qoçu yendi. Bugün gedək qəşəng bir restoranda oturaq. Sushiyə görək buranın sushisi necədir. Biz keçən Montenegroda Splendid oteldə qalırdıq. Həqiqətən gözəl idi. 5 ulduz otel idi. Amma Avropada bir çox oteldə olduğu kimi sadəcə səhər yeməyi daxildir. Digərlərini yəni alırsan da pulla. Orada İtalyan restoranı var idi otelin həyətində. Orada yemişdik. Yəni bizdə yediyimiz sushilər elə bir ki oyuncu adada onun yanında çox gözəl idi. Soya sosu dəhşətli bir şeydir də. Bizim o batırdığımızı batırırıq, yeyirik. Yüngül biraz o şey eləyir də dadını. Burada bir də hamıca toxundururdu. Necə şey tünd idi, qəşəng idi o sos. Yəni super. İndi gedə görə buradakı necədir. Çox sevdiyimi özümlə gətirmişəm.
Xəbəriniz olsun da. Bugün ön dişim hovuzun dibinə dəydi. Deməli qızlar, bir dəstə qız hovuzun dərin yerində gedib atıblar toplarını, hava yastıqlarını, uzanıblar. Aman vermirlər. Biz də bu biri tərəfdən, biraz daha dayaz yerdən bir dənə girməklə biraz da qolçaq vurdum belə. Bir də onda gördüm yerinə dəydim. Oyda. Geclə bərkiyən breket sonrası dişim Allah xeyrimizi versin artıq yenə laxlayır. Mənə lazım idi. SPF çəkmək istəmirəm əslinə qalsa. Elə üzümü sonra ağırlaşdırır. Birazdan da gün batacaq. Bilmirəm ki, neyəyək. Nəmləndirici qurulum. Klinikdəndir bu. Sweet dream. Qonşu tərəfdə ruslar var. Gözümə birinci ben yüngülvari nəysə çəkimdə də yaxşı sizsiz. Göz ətrafı və s. Hiçbir şey istifadə eləməyəcəm. Çünki gözümün yəni ətrafında tündlük yox, bir şey yox maşallah. Yəni yaxşı da deyil. Hiçbir şey eləməyəcəm. Yeni aldığım fırçalardan görək göz üçün nə var. Dağıdıcı var bundan. Bu renk. Dünən oteldə yediyimiz yemək günortadan sonra idi də, günorta gələndən sonra. Yaman xoşumuza gəldi, dadlı idi. Dəniz məhsullarından pasta idi. Ləzzətli idi, ləzzət, əsl ləzzət. Sonra oktopus qıçından püre ilə bir şeylər idi. O da yaxşı idi. Biraz duzu az idi amma qəşəng idi. Məncə yaxşı idi. Biraz bunun ucunu kaldırdım mı? Vesselam. İnşallah eynisini burada çekerim. Bitir. Liner hazırdırsa mənim üçün makyaj 90% bitmiştir. Yanaqları qızardaq. Gədə. Təzə aldığımı yoxlayaq. Görə elə necədir. Çox oldu elə bilər. Qəşəng fırçaymış ha. Xoşum gəldi. Dodaq qırım. Tünd olmadı. Görək, güzgüsüz düpbədir. Dodağım şişib, dişim dəydiyinə. Əməlli başda şişib burası dodağıma. Necə yaxşı oldu. Mən hazır. Gedim bir nəfəri oyadım, gedək. Biz hazırlaşdıq, artıq çıxırıq. The Turkish. No, Azerbaijan. Ah, you have the accent. Yeah. You have Turkish accent. I met many Turkish people. I'm from Rhodos. So we have a lot of Turkish. But we are brothers. Brother, yeah. nationalism. Yeah, of course not. Good food, good people. Yes. Nice. Deməli otelin belə mini avtobusları deyim, nə deyim, mini daşlıqları biraz aşağıya kimi bizi aparır ki yolumuzu qısaltsın. Yuxarıda otelin
villa tipli otaqları deyim də var. Onları da yuxarı, aşağı və belə köməkli göstərirlər. Bizi burada saxladı. Çıxdı, getdi. Otel sərhədlərindən sonuna kimi gətirir elə bil ki. Ondan sonrası özünüz gedirsiniz. Bir zəhmət yerik. Geyini və mənim ən sevdiyim rəngi. Fıstık yeşili. Uy Allah, maşın vurmuşdu. Geldik. Çatdım. Nisos. Beach bar. Tan kimi balıq iyi geldi. Burada, bura. Çok qəşəngdir axı. Çok qəşəngdir. Bura sushisinə görə gəldim. Gəlin baxaq. Görək nə var? Sashimi. Başqa imza yeməkləri də bunlar. Fish sauce, oven baked feta cheese, potato. Sushi menu edamame. Which rolls is the best? The best is Royal Salmon Teriyaki. Çok şago. Çok şago. Çok şaro Azerbaycan. Valla burada çok şey tatlıdır ya. Nasıl yaxşı sən alacaqsın. Nə sushi var? Can I get napkin? Masablardan ətər göndərirsən pulu. Kimdə? Operation Sagi. Bu da sushimiz. Salmonlu istədim. Görək. Tam ortadan. Sushiləri dadlıdır. Mən bunu sevdim. Bəyəndim. Nuş olsun. Bu da akşam görüntüsü. Ben bu məkana inanın bayıldım. Yani Nisos, gəlsəz mütləq baş çəkin. Heç olmasa bir dəfə baş çəkin. Həm belə deyim də sahil boyu yerlər kiralayıb, yəni belə deyim də çətirdir, uzanmağa yerdir və daha komfortludur, daha gözəldir, daha rahatdır. Sadə, Rusun sözü olmasın, lejanqadansa daha rahat divan tərzi, əsl yataq dəsti formasında yerlər də var. Rahat bir şəkildə uzanıb istirahət eləyə biləcəyiniz bir yerdir. Sözsüz ki, qiymətlər yəni bu komforta görə uyğunlaşacaq. Yəni sözsüz ki, baxın, burada insanlar dincəlir. Biz sadəcə əyləşib yemək yeməyə gəlmişik. Amma yəni bunun yerini nə verər? Allah hamıya bol ruzi nəsib eləsin, elə ən gözəl yerlərdə də dincələ bilsin. Biz də həmçinin. Yəni mən şəxsən çox istəyərəm. Biraz məsafə var hardasa, taksi ilə gəldikdə. Məsələn, mən şəxsən istəyərəm ki, gəlim, burada uzanaraq, sonra gedim dənizə girim, sonra gəlim burada günəşlənim, ləzzət eləyir. Gedənə kimi əgər fürsət düşsə, yaxınlaşmaq lazımdır bura. Məkanın adı isə Nisos. Görək mənsiz bir nəfər neyinir? Darıxır, yoxsa yox? Sabahınız xeyir, gününüz aydın olsun. Bir nəfər məndən tez davranıb.
gedib artıq yeməyə. Mənim bir ki YouTube-la bağlı problemim var idi, onları həll etməyə çalışırdım. O artıq məni gözləməyib qaçdı getdi. Biraz alnımda bir şeyler peyda olmağa başlayır. Ola bilsin ki SPF-dən olur. Tam təmizləyə bilmirəm yəqin ki. Sabahınız xeyir, gününüz aydın olsun. Yenə dediyim kimi bir nəfər qaçıb, mənsiz. Gedim görüm harada əyləşib. Aha, gördüm. Orada əyləşib, çay içib. Mən də gedim. Görüm elə. Nə yiyirəm. Bir şeylər. Orada da, orada da burada. Bugün börekli şeyler daha çoktur. Bu ise omlet. Bu ise gördüğünüz özümə apelsin suyu ilə almanı qarışdırıram. Buradan da alma şirəsi təbii. Buz kimidir. Əla olur. Ürəyim kofeini alıb kofe də istəyir. Amma sonra təzyiqim qalxır, ürəyim bulanır, ona görə götürməyəcəm. Bu yağı da çox sevdim deyə yenə götürürəm. Bu isə yoğurtdur, üstündə qarpız, yemiş, ananas. Belə gedək. Bu da bizim yeməğimiz. Sən niyə bununla düzəltmirsən? Apelsinlə alma, çox qəşəng. Good morning. Thank you. Qaqa gətirdi. Salat. Gördü, elə mən evdə də elə sağlıqlı bəslənir, hə? Şöyle biz böyleydi. Bu limonu olmaz ki qayıq formasında kəsəsiz biz rahat. Neyniyək bugün? Gedirik dənizə. Gedək o sahilə. Ən birinci günkü sahilə. Gedək görək bir tane çox tuzludur ya, amma sən deyim su. Biraz üstümə o dalğa vuranda dəydi. Sən məncə düş marketdən gözlüyü götür. Gözlüyüm, yenə. Mütiyəm. Onu sığ sularda alsan ki, rahat alasan, oynayasın. Biz ucunda qalacaq, irəliyəcəyik də. Biraz qabağa gedək ki, çox dalğa vurmasın da. Ya, baş qarabıyım. Nə olar, bataram? Ya, Niyə batıram ki? dənizdir sənsin, doğrudur. Sən Allah. Rahmetlilərin son sözləri. Bugün karşında balta kimi üzən Şəbnəm var. Sağlıklı bəslənəndən sonra mənim kameralara yansıyan görüntü. Kruvasana kərə yağı çəkib. Yanında da salaminə pendir. Hə, elə gedir bəli. Mənim yağ xəstəliyim var, yağ takıntım. Genetikdir də, o vaxt Rəşid də kərə yağın qaşıqlayırmış belə. Boş-boş yiyirmiş də, indi bu gəldi, tapdı məni. Dediyimi elə, üstü bundan götür. Çox dadlı yağdır, çox. Kruvasanları da deyərsən ki, belə yerdə yəni qəşəng olmaz da, amma elə gözəldir. Sən artıq yüngül, ağızda onun o yağının tamı, ləzzət. Sağlıqlı bəslənirəm, yoxsa gedib birində götürərdim. Gün dəniz olduqca sakit görünür, ona görə də gedirik dənizə. 2 gün idi, dalğalar çox idi. İndi dupduru sakit. Nəhayət çıxa bildik. Gedək indi dənizə. Gedək görək suyu necədir. Onların suyunun dadına baxaq.
Bizim otelin dənizə biraz məsafəsi var. Amma yəni mənzərəsi də gözəldir də. Dənizə çox yaxın olan otellər əsasən apart tiplidir. Biraz yəni o estetikası və sair belə şeylər gözləməyin. Amma əslində daha sərfəli olur deyə düşünürəm. Və elədir həqiqətən də. Belə. Yaxınlaşırıq. İbrahim'i çəkirik. İbrahim! Geldik, çıktık buraya. Görək elə nə var, nə yox. Bir dəqiqə. Gəldik indi kiralamağa, həm çətir, həm də belə istirahət eləməyə yer. Görək elə. Belə. Görək neçəyədir. Okay. Deməli, bir çətir, 2 uzanmağa yer. Okay. Və bir masa 20 euro. Kartla ödəyirik. Deməli biz dənizlə bugünlük sağollaşıb qalxırıq yuxarı. Bir nəfər gəldiyimiz gün yox, dünən daha doğrusu əcəb yandı. Mən dedim SPF vur. Dedi lazım deyil, hamısı nə bilim nədir, yalandır, belədir, elədir. İndi yana gəlsin. Dedim bax sənə dediyim ay Qoç bürcü inadına qırmadı. İndi yanır. Mən isə yox. Gedirik ona marketdən qatıq almağa. Bir də burada səhrai rəngdə mayolu dəniz geyimli bir zənci xanım var. Demirəm gözəldir. Amma qadında bir zərafət var, bir tok duruş var. Ha istədim deyəm keçəndə yanından. Lady, you look so gorgeous. Nəsə deyə bilmədim, utandım. Mənim bu danışanda utanmağım olmayadı. Bir dili 50% insandan az bilirəmsə 50'sindən yaxşı bilirəm, amma danışmağa utanıram. Nədən görə bir nəfər hardadır? Məndən tez çıxdı. Gəldik bir nəfərə yoğurt almağa. Yoğurt. Nə bilim, balacasını aldı. Bu nədir? Çok olur. Kortizolu. Deməli, burada aloe veralı krem var idi. Yok, gözlə. Bu da. Ah. Sokularına bakın. Ne güzeldiler. Fərqli. Bunlar da. Sana içme şeyimiz var. Var. Hı? Kalas var mı? Yok, aksine hiç yememişiz. Ne içsin de var yok. Ben yemedim. Bunu isteyeceğim. Ben bunu yiyeceğim. Ben bunu isteyeceğim. Ben bunu.